Salam aleykum əziz dostlar. Siz bilirdiniz ki, bizim bəzi bu blogerlər var, hansı ki İsrailə belə çox dəstəkdilər. Artıq Dağıstan, Çeçnya, yəni prostransvasında, mediasında, yəni artıq videoları var, ərəblərdə tərcümə ilə. Orada da deyilir ki, Azərbaycan İsrailə tam dəstəkdir. Xeyr, bu təbii ki belə deyil. Bu yanlış məlumatları ki, bəzi jurnalistlər yayırlar ki, Fələstin nə bilim ermənilərə dəstək olub. Təbii ki, bunlar hamısı yalandır. Fələstin özü 70 il işğalı yaşayır. Onların heç özünə imkanı yoxdur kömək eləmək, hələ qaldı Ermənistana. Yəni bu qədər ucuz yalanları təbliğ eləyirlər, yayırlar sosial-mediada. Yenə deyirəm, bəziləri bizimkilər də oturublar orada, söyüş söyürlər. Bayaqları baxıram ki, Qazaxstanlı orada yazır ki, bizimkilərə siz niyə dəstəksiz? Onlar da onu söyür, batırır. Bu insanlar öz vətəninə, öz bayrağına hörmət eləmirlər. Yaşıl rəng deməkdir ki, İslam mədəniyyəti bu ölkədə. Yəni adlarını da qoyublar, kstati, patriot, nəysə. Şükür Allaha ki, mən vaxtında gözüm açıldı və hamıdan uzaqlaşdım. Hamıdan üz çevirdim. Bax bunlardan. Bu bilirsiniz, iki yüzlü insanlardan. Şükür Allaha. Mən çox şadam buna. Və bilirsiniz, adam belə iyrənir, belə yaxşı, başa düşürəm. Siz yaltaqlanmaq istəyirsiniz. Heç olmasa yaltaqlananda da bu nətərsə bu bilmirəm, bu məlumatı necəsə belə təqdim edin ki, belə iyrənc olmasın da. Ağ, qara danışırsınız. Yəni bunu da millətə yedizdirirsiniz ha. Yəni bu necə olan şeydir? Necə olan? Niyə açıb demirsiniz ki, İsrailin özündə Ararat küçəsi var, ha? Orada da arsaq, sarsaq bayrağı dalğalanır. Niyə demirsiniz ki, onlar toy qurumunu tanıdılar, Netanyahu? Bu haqda niyə danışmırsınız? Sərf eləmir də. Amma onu bilin ki, bizə Türk qanla qardaşdır. Fələstin isə dinlə qardaşdır və bizim prezidentimiz müraciət eləyəndə bu yaxınlarda Fələstin xalqına qardaş xalqı deyir, qardaş.